Salam əziz şagirdlər, bugünkü dərsimiz bir qalanın sirri. Təsəvvür edin ki, sizə bir bağlama gəlib. Bağlamada aşağıdakı əşyalar var. Sizcə bu əşyalar vasitəsilə sizə hansı xəbəri çatdırmaq istəyirlər? Şəkillərə diqqətlə baxaq. Bənövşə şəklidir, yumurta şəkli və səməni şəklidir. Ancaq bu şəkillərdəki əşyalar bizə əşya şəklində gəlib. Yəni şəkil yox, əşya kimi gəlibdir. Yəqin ki, bənövşə yazın gəlişindən xəbər verdiyi üçün, yumurta səməni isə Novruzun gəlişindəki adət-ənənəmizdən xəbər verir. Gəlin bir qalanın sirri mətni ilə tanış olaq. Yəqin ki, artıq mətni oxumusunuz, mən də sizə məzmunu çatdırım. Günlərin birində bir həkim və bir alim vardı. Onlar dağlardan ətirli gülləri, çiçəkləri toplayıb dərman, məlhəm düzəltməklə məşğul idilər. Amma bu ölkənin çox zalım bir padşahı var idi, Simnar xan adında. Günlərin birində həkim yeni bir dərman düzəltdi. Bu dərman daşı əridib suya çevirirdi, ətrafı canlandırırdı. Bu dərmanın sorağı Simnar xana çatdı. O, öz adamları ilə həkimin evinə gəldi. Dərmanın sirrini öyrənmək üçün o, həkimin qarşısına iki qabda, bir qabda qızıl, bahalı daş-qaşlar, birində isə qandal olan qab qoydu. Simnar xan dedi, həkim, bunlara bax, birini seç. Amma həkim hədiyyələrə baxaraq başını buladı. Heç bir sir vermədi. Bunu görən zalım xan həkimi qanlı qayadakı zindana saldı. Sizcə uşaqlar, həkim dərmanları nədən hazırlayırdı? Otlardan, çiçəklərdən, dağın yetişdirdiyi ətirli güllərdən. Həkimi nə üçün zindana saldılar? Çünki o, bu sirri heç kimə vermədi. Həmin elin obanın insanları bir içim su üçün Simnar xana baş əyirdilər. Həkim isə istəyirdi ki, daşları əridib, kəndə, cəmaata su çəkdirsin. Sizcə Simnar xan dərmanı nə üçün əldə etmək istəyirdi? Çünki o, insanları öz əsarəti altında saxlamaq istəyirdi. Sizcə Simnar xan qızıl və qandalı həkimə göstərməkdə nə etmək istəyirdi? O, ona seçim vermişdi ki, ya qızıllar, xoş bir həyat, ya da qandal, yəni səni zindana saldıracam. Baxaq görək, hadisələrin sonu necə olacaq. Kənddə heç kim həkimin yerini bilmirdi. Kənd cəmaatı çox narahat idi. Alim baba həkimin şagirdini yanına çağırıb dedi, Elşən, həkim heç vaxt xəbər vermədən bir yana getməzdi. Gəl gedək onun evinə, bir nişanə də olsa mütləq həkim qoyub getməli idi. Onlar həkim babanın evinə yollandılar. Evdə hər şey alt-üst idi. Alim baba ilə Elşən həkimdən bir nişanə tapmaq üçün hər yerə baxdılar. Dərmanların yığıldığı rəfdə bir qutu tapdılar. Elşən qutunu açdı. Qutunun içində nar, sim, qanlı daş və qıfıl vardı. Elşən qutunun içindəkilərə baxıb heç nə başa düşmədi. Alim baba gülümsədi. Həqiqətən, həkim baba ağıllı və tədbirli imiş. O, yerini bizə qabaqcadan bildirib. Elşən xəncərini tez belinə bağladı və kənd cəmaatına xəbər verməyə getdi. Uşaqlar, söz boğçamızda nişanə, sim və tədbirli sözləri var. Bu sözlərin mənasına diqqət edək. Nişanə iz deməkdir, sim dəmir və ya mis parçasıdır, tədbirli isə əvvəlcədən planlaşdırılmış bir işi görən adama tədbirli insan deyirlər. Sizcə, həkim şəkildə gördüyünüz əşyalarla dostlarına hansı xəbəri çatdırmaq istəyirdi? Yəqin ki, artıq sizə də məlumdur. Yəni, Simnar xan qanlı qayada məni əsir götürüb, yəni məni zindana salıb. Şəkillərə əsasən mətnin sonluğunu danışa bilərik, deyilmi uşaqlar?
Demək, insanlar artıq Qanlı Qayanın qarşısındadılar və döyüş səhnələri göstərilir və həkim baba Elşənin vasitəsilə kənd cəmaatının yardımı ilə Simnar xanın zülmündən və zindandan xilas olur. Növbəti tapşırığımız şəkil adlarında sim və simli sözləri hansı suallara cavab verir? Bu sözlər arasındakı fərqi izah edin. Biz sim və simli musiqi aləti görürük. Sim nə sualına cavab verir? İsimdir. Simli musiqi aləti isə necə musiqi aləti? Simli, bu isə sifətdir. Əşyanın əlamətini bildirdi. Tarın simlərdən düzəldiyini artıq gördük. Növbəti tapşırığımız verilmiş sözləri suallar əsasında qruplaşdırıb yazaq. Bizə verilən sözlər bilik, tərbiyə, külək, ürəkli, intizam, küləkli, ürək, tərbiyəli, ətir, intizamlı, bilikli və ətirli sözlərdir. Biz qruplaşdırdıqda diqqət etməliyik ki, bilik nə sualına cavab verir? İsimdir. Bilikli isə ona artırılmış şəkilçi vasitəsilə necə sualına cavab verdi? Bilikli insan. Növbəti söz ürək nə sualına cavab verir? İsimdir. Ürəkli insan deyəndə isə bu isə onun artıq keyfiyyətini bildirmiş oldu. Ürəkli necə sualına cavab verdi? Digər sözləri də bu şəkildə yerinə yetirək. İntizam, intizamlı, ətir, ətirli, tərbiyə, tərbiyəli və s. Deməli, l, li, lu, lü hissəciyi bir çox ad bildirən sözlərə artırılmaqla əlamət bildirən sözlər yaratdı. Bu hissəciyi ahəng qanuna uyğun olaraq dəyişir. Məsələn, işıq, işıqlı. Sözün son hecasındakı sait qalın olduğu üçün ona artırdığımız şəkilçi də qalındır. İşıq, işıqlı. Fərq, fərqli. Fərq sözündəki sait incə olduğu üçün ona artırdığımız şəkilçi də incədir. Fərqli. Nur, nurlu. Nur sözündəki sait dodaqlanandır, qalındır. Ona görə də artırdığımız şəkilçi də qalın və dodaqlanandır. Nurlu. Güc, gücdür. Yenə saitimiz incə saitdir, dodaqlanan saitdir və artırdığımız şəkilçi də ona görə lü şəkilçisidir, gücdür. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.